Bir kişi Həsən əl-Basri rahimehullahın yanına gəlir. Deyir ki, ey Həsən, mən eşitmişəm ki, hər bir günaha görə insana verilən cəza vardır. Lakin mən çoxlu günahlar etmişəm, amma Allah məni bu günahlara görə cəzalandırmayıb. Həsən əl-Basri rahimehullah buyurur ki, ey oğlum, Allah səni nə qədər cəzalandırıb, lakin sənin bundan xəbərin yoxdur. Kişi buyurur ki, bu necə ola bilər? Həsən əl-Basri rahimehullah buyurur ki, məgər Allah səni özü ilə ünsiyyətin şirinliyindən məhrum etməyibmi? Məgər Allahın kitabından bir aya oxumadan günlərin keçməyibmi? Məgər uzun gecələri namaz qılanlarla birlikdə namaz qılmaqdan məhrum olmamısanmı? Məgər Allah sənin dilini onu zikr etməkdən saxlamayıbmı? Məgər itaətlər sənə ağır gəlmirmi? Məgər günah etmək sənin üçün asanlaşmayıbmı? Məgər axirət həyatını unudub və artıq bu barədə düşünməyi tərk etməmisənmi? Kişi təəccüb içində deyir ki, bəli, yəni bunların hamısı məndə var, bunların hamısı məndə olur. Həsən əl-Basri rahimehullah buyurur ki, bax cəza budur. Bax cəza budur. Allah Taala'nın qullarına verdiyi ən böyük cəzalardan biri onları Allaha itaətdən məhrum etməsidir.